Salam dostlar, mən heç zaman evə şokolad yağı almamışam. Uşaqlara mümkün qədərilə hər zaman təbii qidalar verməyə çalışıram. Əlbəttə ki, imkan daxilində. İnanın, uşaqların düzgün qidalanması valideyndən asılıdır. Marketlərdən alıb qarşısına qoymasaq, uşaq onu necə yeyə bilər axı? Uşaqların qidasını özünüz hazırlayın. Xüsusən də səhər yeməklərini bol vitaminli etmək lazımdır. İndi hazırladığım qarışım da onlardan biridir. Pəkməz, doşab da deyirlər buna. Kərə yağı və blenderlə doğradığım qoz ləpəsi qarışımı. Uşaqlara bu cür yaxmac hazırlayıb səhər yeməyində verin. İnanın, uşaqlar çox sevəcək. Mənim 4 yaşlım hətta buna Dubai şokoladı deyir. Dostlar, qoz ləpəsinə fındıq, badam da əlavə edə bilərsiniz. Evdə kişmiş, qaysı, bu kimi faydalı və vitaminli ərzaqlar varsa, onlardan da zövqünüzə uyğun olaraq istifadə edə bilərsiniz. Har joy ki mein rafti, ma pushta